Yevlax rayonunun 128 min əhalisi var. Bu əhaliyə 38-39 stomatoloq düşdüyü halda 5 stomatoloqu vardı. İndi o 5 stomatoloqların 3-ünü ixtisar ediblər, 2-sini saxlayıblar. Mən Xavər Babayeva 33 ildir Yevlax Ailə Sağlamlıq Mərkəzində həkim stomatoloq vəzifəsində çalışıram. Mənim pensiya yaşıma 5 il vaxt var. Mən bugün fikirləşirəm ki, sabah mən hansı işlə məşğul olum ki, bu pensiya yaşına çatım və pensiyaya çıxa bilim. Ona görə də buradan hörmətli prezidentimiz, Ali Baş Komandamız İlham Əliyev cənablarına və vitse-prezidentimiz Mehriban xanıma müraciət edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Bizim bu ixtisar məsələsi ilə məşğul olsunlar və bizim bu ağ xalatımızı əynimizdən çıxmağımıza mane olsunlar. Biz bu ağ xalatı qoruyub saxlamaq istəyirik. Ona görə də sizdən bir daha xahiş edirəm. Bizim rayonla bərabər digər rayonların stomatoloqlarının ixtisar edilməsinin qarşısı alınsın.